Bu PKK Türkiye'den çıxıb hara gedir? PKK-ya qarşı qardaş Türkiyədə qətiyyətli mübarizə gücləndikdən sonra qonşu İran İslam Cumhuriyyəti PKK terrorçularına qucaq açdı. PKK-çıları Qərbi Azərbaycan Ostanında yerləşdirdi. Qərbi Azərbaycan Ostanı PKK-çıların yuvasına çevrilib. İran paralel şəkildə Kürt millətindən olan şəxslərin Qərbi Azərbaycanda sayını süni şəkildə artırmaqla məşğul oldu. Sayı çoxalmaqda olan Kürdlərdən gələcəkdə türklərə qarşı istifadə edilsin. Türkiyə ilə Güney Azərbaycan sərhədi boyunca İran terror təşkilatını yerləşdirməklə bizim üçün yaxın gələcəkdə çox ciddi problemlər yaratmaqla məşğuldur. Onu da xatırlatmaq istərdim ki, Urmiya da daxil olmaqla Qərbi Azərbaycan Ostanı və bütövlükdə Güney Azərbaycanın ayrı-ayrı yaşayış məntəqələrində Kürdlər bu və ya digər şəkildə ayaqlanır, anti-Türk çağırışlar edir və İran dövləti də, İranın İslam hakimiyyəti də bunlara təşviq edir. Yəni, demək istədiyim odur ki, terror təşkilatı qardaş Türkiyədən çıxır, amma unutmayaq ki, bu bir terror təşkilatıdır. Terrorçular da getdikləri yerdə boş dayanan deyirlər. Onlar terrora alışmış adamlardır. Silahı təhvil verib dövlətə təslim olmadıqca onlar terrorçudur. Və İranın da terrorçuluğu təşviq edən bir dövlət olduğunu xatırlatsaq, bizi qarşıda yəqin ki, daha ciddi problemlərin gözlədiyi haqqında da danışa bilərik.